dostlar, bugün sizlerle birlikte Minecraft'ımızın ikinci bölümüyle karşınızdayım. En son hatırlayırıq ki biz portal tapmıştık, içinden büyülü altın kazma çıkmıştı, biraz demir parçalar çıkmıştı, 2 tane de çakmak çıkmıştı. Ve evde eləyə bilməmişdik. Bugün sizlerle birlikte ev eləyəcəyik ve madene gidip biraz demir kasmaya çalışacağız inşallah vaxt çatsa. Onda dostlar, ilk önce ev için ben biraz malzeme toplamalıyım. Buradan tez kazma eləyirəm. Tahta. Aslında altınla eləyə bilərdik. Yox, cana getməsin. Önemli şeylerde kullanarıq. Düşək biraz daş qıraq. 8 dənə baxın dostlar. Sizə bir dənə Minecraft'ta ipucu verin dostlar. Eğer kılıç, balta ve kazma eləmək istəyirsinizsə, sizdə sadece 8 dənə daş lazımdır. 8 tane daşla tamam olur bu iş. Şimdi ben de 8 tane daş kırdım. Kalkıram yukarı. Ve tamam. Şimdi 8 tane daşla burada özümüze hem kılıç hem balta çubuğumuz azıymış hem de balta eləyə gördüğünüz gibi bu da size küçük bir ipucu olsun. Şöyle biraz yerimi düzeltmek istedim. Okey. Belə. Ama bunların yerini de değişək. Sen belə. Tamam, belə hazırım. İndi dostlar. Bu aşamaları size göstermeyeceğim odun kırmağı. Bunlar sıkıcı olur. Ben tez kırım biraz gelirim. Ve böyle dostlar toplam 64 tane odun kırdık. 21 tane de böyle normal odunumuz var idi. Ve dostlar bir şey hatırladım. Geçen bölüm bir şey daha olmuştu. Yangın baş vermişti. Buralar yangınıydı. Onu da hatırladım. Şimdi gelirik buradan odunlarımızı düzeldirik. Baxaq ne kadar odunumuz olacak. Hələ də 99 üstə gəl göstərir. Azalanda baxaq. Aha, oca azaldı. Son 64. Lan. Dostlar, ne baş verir? Dostlar, ben həll eləyim gəlim tez. Dostlar, şu anda altın zombi ilə savaş eləyirəm. Necəsə həll elədim. İnşallah güclü şeyler verer mənə. Bəzən dostlar, içindən bir şey çıxır. Heç nə çıxmadı. Baxın. Full altın zırh idi, amma heç nə çıxmadı içindən. Bu da mənim bəxtim deyək və devam eləyək. Dostlar, deyəsən en son biz odun eləyirdik. Posta birdən-birə öldük. Məğərsəm axşam olubmuş. Ben de bilmirmişəm. Tamam. Neyse atlatdıq. İndi devam eləyək. Dostlar, tez bunları da çevirirəm. İndi dostlar, bence oje ya getməliyik, yer axtarmalıyıq. Geçen dəfə də dediyim kimi zaten buralara bir yer eləyəcəyik. Çünkü burada bu boyda şey var. İndi ama güzel yer. Dostlar. Aslında geçen dəfə yangında burada güzel bir yer açılıb. Aslında burada da var belə yer. Burada eləmək mümkün olar.
Görürsem buram eləyim, oram eləyim, buram eləyim, oram eləyim. Buramı, oramı. Qərarım iki yerdə eləyəcəm. Bəli. İlk öncə ortalarda eləyəcəm dostlar. Burada eləyəcəm. Buranı qırıb. Buranı qırıram dostlar. Bura ev düzəldəcəm. Sonra ikinci yerdə düzəldəcəm. Niyə bilmirəm. Amma birinə fərqli şeylər eləyərik, birinə fərqli şeylər. Dostlar, bu torpaq qırma hissələrindən tez qırım. Evi də düzəldim, gəlim. Və bəli dostlar, bu qədər yer qırdım. Və mən indi nə qədər torpaq çıxıb buradan. Oha, çıxıb ya dostlar. Burada creeper'ın partladığı yerdir, bura bilmirəm. Amma buraları düzəltmək istəyirəm. Buralar səliqəsizdir, yəni ev üçün pis görsənəcək. İstəyirəm ki, buranı necəsinə düzəldim, beləsinə düzəldim. Tez bunları da qoyaq. Hop. Götürək bunu da. Hop. Bam. Və bam. Olmadı. Bam. Şak. Bam. Tamam, bu kadar da torpaq qaldı əlimdə. Ev yoxdur, dursun olsa. Onda mən tez ev aşamasına keçim, gəlirəm. Və bəli dostlar, biraz uzun sürdü və belə bir tatlı, şirin, balaca bir ev düzəltdim. Bu birisi bölümlərdə 2 katlı eləməyi denəyərik. İndi bunları götürürəm və qoyacağım evimizə. Pəncərələri də hazırladım. Biraz da chest düzəltdim. Məncə baxın, bunu qıraq. Sandığı qıraq, içində heç nə yoxdur olsa. Bunu belə buradan bir daha bundan və şöyle buradan 2 tane hop oy oldu. Ya birazcık oldu da. Neyse. Buradan yatağımızı hara koyaq? Yataq üçün bəlkə deyirəm dostlar. Bilmirəm ki, elə yaxşı olar. Tamam dostlar, mən bir daha bir şey yoxlayım, tez gəlirəm. Və bəli dostlar, o zaman elədiyimi göstərirəm. Bala, bir dənə belə bir otaq düzəltdim. Və içərisinə də şey qoydum, yatağı. Dostlar, indi əlimdə 17 dənə fidan var. Bunları da əkək. Belə yerlərə böyüsün. Şöyle bura koydum. Bir daha bura. Başka bir daha bura boşluk. Buradır. Bura. Bir de bura. Başka bir daha da bura yok. Bir daha bura. Başka. Bir daha bura koyacağım. Bir daha da bura koyduk mu bu iş tamam. Şu ektik. Onda dostlar. Bugünlük videomuz bu kadar idi. Kanala abone olup like atmayı unutmayın. Zil tuşuna basanda bizim videolarımızdan haberdar olabilirsiniz. Onda sağ olun.